Doktor, siqaret HPV-yə təsir edir? Bəli, humipapiloma virusu pozitiv olan pasientlərə qəti şəkildə siqaretin, elektron siqaretlərin istifadəsi məsləhət görülmür. Bu servikal dəyişiklik riskini artırır. Doktor, stresli həyat tərzi HPV-yə necə təsir edir? Bəli, bu çox gözəl sual oldu. Humipapiloma virusu olan pasientlərin stressdən uzaq olmaları məsləhət görülür. Stresin varlığı immun sisteminə mənfi təsir edərək müalicə dönəmində sağalma prosesinizi ləngidə bilər. Doktor, HPV pozitivdir, amma ziyil yoxdur. Yenə də yoluxdurucuyam. Xeyr, bu belə deyil. Ziyillərin olmaması, kandilomaların, papilomaların olmaması, humipapiloma virusunun olmaması demək deyil. Bəzi hallarda o pasientlər də yoluxucu ola bilirlər. Doktor, HPV-si pozitiv olan pasient immunitetini necə gücləndirməlidir? Düzənli yuxu rejimi, düzənli qidalanma, gündə ən azı 2 litr maye qəbulu və stressiz həyat tərzi immuniteti gücləndirir. Doktor, HPV analizi birdən-birə negativ ola bilər? Bəli, bu kimi hallarla da qarşılaşırıq. İmmunitet virusu üstələdiyi zaman pasiyentin analizlərində qısa müddətdə negativ cavabını almaq mümkündür.